Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Hadisə gecə saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kənd ərazisində kənd sakini 45 yaşlı Rəfi Rəhimova məxsus ümumi sahəsi 400 kvadrat metr olan 2 mərtəbəli evdə qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikillərə keçməsinin qarşısı alınıb. Otaqda aparılan kəşfiyyat zamanı ev sahibi Rəfi Rəhimovun meyiti aşkar edilib. Gecə saatlarında Lənkəranın Yuxarı Nüvədi kəndində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi 2 mərtəbəli yaşayış evində qeydə alınıb. Yanğın zamanı ev sahibi 45 yaşlı Rəfi Rəhimov evdə yanaraq həyatını itirib. Qardaşıyam, böyük qardaşım idi. 45 yaşı vardı. Rəhimov Ramim Firdevsoğlu. Qaz peçi alışıb, yatıb, özü yoxul olub, yatıb. Yanıb ev, özü də külə dönüb. Allah rəhmət eləsin. Tək yaşayırdı. Tək yaşayırdı belə. Siz nə vaxt bildiniz? Necə bildiniz? Biz Bakıda idik, qonşular xəbər elədi, biz gəldik. Gec çatdı yüzü, ev yanıb alışmışdı. Fövqəladə gəldi, sağ olsun. Aidiyyəti qurumlar hamısı həyətdə idi, gəldilər. Sağ olun. Bunlar söndürəndə bilmirdilər də evdə yanan adam var. Xeyr, bilmirdilər. Sonradan gördülər. Yatan yerdə olub da. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Qeyd edək ki, 2 mərtəbəli, hər mərtəbəsi 200 kvadrat metr 6 otaqdan ibarət olan evin yanar konstruksiyaları yanmışdır. Faktla bağlı araşdırma aparılır. Söz söylərsən.